Azərbaycanda 10 il qabaq qəbul edilmiş elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb. Bunu Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Əli Məsimli parlamentin iclasında deyib. Millət vəkili eyni zamanda təhsil sahəsində çalışanların əmək haqlarına da toxunub. Azərbaycanın büdcəsində deməli təhsil elmə ayrılan vəsait 0,5%, təhsil ayrılan vəsait də 3,5% təşkil edir. Deməli 10 il bundan qabaq qəbul edilmiş təhsil strategiyasında hədəf qoyulmuşdu ki, artıq 2020-ci ilə qədər olan dövrdə deməli elmə ayrılan vəsaiti ümumi daxili məhsulun 5-6%-nə çatdırılması. İndi isə təqribən 2 dəfə aşağıdır. Eyni zamanda deməli təhsil sahəsində çalışanların əmək haqlarının orta əmək haqqından yuxarı olması. Təhsildə çalışanların əmək haqqı orta əmək haqqından aşağıdır. Deməli qoyulan hədəflər yerinə yetirilmir.